Hər vaxtınız xeyir olsun. Bugün sizinlə birlikdə natural ədədlər ikinci bölmə sual izahına baxırıq. Birinci sualda deyir ki, fərq azalandan 147 vahid kiçikdir, çıxılanı tapın. Uşaqlar, indi baxın bura. Birinci biz baxaq ki, azalan nədir, çıxılan nədir, fərq nədir? A minus B bərabərdir S şəklində olan ifadədə burada A azalan adlanır, B çıxılan adlanır, S isə fərq adlanır. Düzdürmü? İndi mənə deyir ki, bu fərq azalandan 147 vahid kiçikdir. Yəni, fərq qiyməti bilmirəm nə qədərdir. Yəni, fərqin qiyməti nə qədər olduğunu bilmirəm. Amma bu azalandan 147 vahid kiçikdir. Mənim azalanım A deyildi. Əgər fərq ondan 147 vahid kiçikdirsə, onda mənim fərqim olacaq A minus 147. Onda mən S-nin yerinə A minus 147 yaza bilərəm. Onda mənim ifadəm bu şəkildə olacaq. A minus B bərabərdir A minus 147. Baxıram ki, bərabərliyin sol tərəfində birincidə A var, burada da A var. Düzdürmü? Sonra, burada çıxma, burada da çıxma. Düzdürmü? Burada B, burada isə 147. Onda mən tapa bilərəm ki, yəni buradan B bərabərdir 147-dir. B də bizdə çıxılan idi. Deməli, bizdə çıxılan nədir? 147, yəni B variantı. İndi ikinci suala baxırıq. İkinci sualda deyir ki, rəqəmləri müxtəlif olan ən böyük 4 rəqəmli ədədlərdən ən böyüyü ilə ən kiçiyi fərqini tapın. Deməli, rəqəmləri müxtəlif olan 4 rəqəmli ədədlərdən. Rəqəmləri müxtəlif olan 4 rəqəmli ədədlərin ən böyüyü desə, uşaqlar, ən böyüyü 9, 8, 7, 6. Baxın, bu qayda ilə gedir. 5 rəqəmli desəydi 9, 8, 7, 6, 5. Bu şəkildə gedəcəkdi. Ən kiçiyi dedikdə isə buradan biz 1, 0, 2, 3. Yəni bu qaydada yazacaq. İndi mənə bunların fərqini deyir tap. 9876-dan 1023 çıxacam. 6-dan 3, 3, 7-dən 2, 5, 8-dən 0, 8, 9-dan 1 də 8. Yəni 8853. Yəni E variantı. İndi üçüncü suala baxırıq. Üçüncü sualda bizə deyir ki, 1 üstəgəl 3, üstəgəl 5, üstəgəl və s. bərabərdir 19, bərabərdir A-ya. Düzdürmü? 2221, üstəgəl 2223, üstəgəl 2225, üstəgəl və s. 2239 bərabərdir sual. Uşaqlar, ilk olaraq mən yuxarıda baxıram. 1 plus 3 plus 5. Baxıram, bunlar 2-2 artıb. Düzdür? 7, 9, 11, 13, 15, 17 və 19. Bu bizə A verir. Burada neçədən ədəd var uşaqlar? Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. Deməli, burada 10 dənə ədəd var. Yəni, 10 dənə ədədin cəmidir. İndi baxıram ki, 2221, 2223, 2225 və 2239 verilib. Mən bunları, baxın, belə parçalayıram. 2221-i yazıram 2220 üstəgəl 1. 2223-ü yazıram 2220 üstəgəl 3. 2225-i yazıram 2220 üstəgəl 5. Düzdürmü? Üstəgəl və s. 2239 yazıram 2220 üstəgəl 19. Niyə bunu belə parçaladım? Çünki mənə 1-dən 19-a qədər olan cəmin A-ya bərabər olduğunu deyirsə, mən bunun içində 1-dən 19-a qədər olan cəmi yaratmalıyam. Baxın, bu ifadənin içində 1-dən 19-a qədər olan cəmi yaratmalıyam. Düzdürmü? İndi məndə 1-dən 19-a qədər 10 dənə ədəd deyildi. Deməli, əgər bunların hər 10 dənədirsə, yəni bunların hər birinin yanında da 2220 var. Deməli, 10 dənə 220, yəni 2220 olacaq. Düzdürmü? Üstəgəl 1, üstəgəl 3, üstəgəl 5, üstəgəl və s. 19. Düzdürmü? Yəni, əgər 1-dən 19-a qədər 10 dənə varsa, çünki 2-2 artıb, düzdürmü? Onda onların hər birinin yanında da 2220 olduğuna görə 10 dənə 2220 olacaq. İndi uşaqlar, baxın bura. Bu 1-dən 19-a qədər olan cəm bizə A verirdi. Düzdür? 2220-ni də ona vuranda 22200 elir. 22200 üstəgəl A. Yəni, bizim cavabımız oldu C variantı. Dördüncü sualda onunla eynidir. İndi gəlin dördüncü suala baxaq. 3 plus 7 plus 11 plus və s. 27.
bərabərdir A-dır. Düzdürmü? İndi mənə deyir ki, 233 üstəgəl 237 üstəgəl 241 üstəgəl və s. 257 bərabərdir sual. İndi mən baxıram yuxarıdakına. 3 plus 7 plus 11. Baxıram bunlar 4-4 artıb. Düzdürmü? Üstəgəl 15. Düzdürmü? Üstəgəl 19. Üstəgəl 23. Üstəgəl 27. Bərabərdir A-ya. Burada neçə dənə ədəd var? Baxın, 1, 2, 3, 4, 5, 6, 7 dənə. Deməli, bunlar 7 dənədir. Düzdürmü? Burada 7 dənə ədəd var. Bunu niyə deyirəm? İndi aşağıdakı misala baxacağıq. 233, 237, 241. Baxın, 233'ü yazıram, 230 plus 3. 237'ni yazıram, 230 plus 7. 240'ı yazıram, 230 plus 11. Üstəgəl və s. 250'ni də yazıram, 230 üstəgəl 27. Mən nə görürəm burada? Bax, burada bunun içində 3 var, 7 var, 11 var, 27 var. Düzdür? Baxın, məndə də burada 3, 7, 11, 15 və s. 27'ye qədər olan cəm A-ya bərabərdir. Düzdürmü? Mən də buradan 3'ü görürəm, 7'ni görürəm, 11'i görürəm və 27'ye qədər olan cəmi görürəmsə, bunlar 7'dəndirsə, deməli 7 dənə də 230 var. Ona görə də burada 7'ni vururam 230'a, üstünə gəlirəm 3 plus 7 plus 11 plus və s. 27. Bu ifadə mənə A-nı verir. 7 dəfə 0, 0, 7 dəfə 3, 21, 1610 plus A. Deməli, cavabımız oldu 1610 plus A, yəni E variantı. Baxırıq 5-ci suala. 5-ci sualda mənə deyir ki, 2 natural ədədin cəmi 474'dür. Onlardan birinin axırıncı rəqəmi 1'dir. Əgər sən bu rəqəmləri silsən, ikinci ədəd alınır. Bu ədədlərin fərqini tapın. İndi uşaqlar. 2 dənə natural ədəd deyib. Amma bizə hansının olduğunu demir. Düz demir 2 rəqəmlidir, demir 3 rəqəmlidir. Düzdür? Deyir ki, onlardan birinin axırıncı rəqəmi 1'dir. Əgər bu rəqəm silinsə, sənin ikinci ədədin alınır. Uşaqlar, 474 necə ədəddir? Bir 3 rəqəmli ədəddir. 3 rəqəmli ədədi almaq üçün ya sən gərək ikisi də 3 rəqəmli olsun, düzdürmü? Ya biri 3 rəqəmli, biri 3 rəqəmli, biri 2 rəqəmli olsun, düzdürmü? Ya da biri 3 rəqəmli, biri 3 rəqəmli, biri də 1 rəqəmli olsun. Yəni 473 plus 1 kimi. Amma mən nəyə baxıram? Əsas odur ki, burada 3 rəqəmli hər ikisində olmalı. Yəni bizim bir ədədimiz mütləq 3 rəqəmlidir. Deyir ki, onlardan birinin axırıncı rəqəmi 1'dir. Əgər bu rəqəmi silsən, səndə ikinci ədəd alınır. Deməli, bu hal getdi. Yəni bu sonucu almaz getdi. İndi mən bunu belə yazıram. A, B, 1 yazıram. Düzdür? Çünki onun ilk 2 rəqəmini bilmirəm. Düzdürmü? Amma mənə deyir ki, bunun birinin axırıncı rəqəmi 1'dir. Deyir ki, əgər sən bunu silsən, yəni bu 1'in üstünə bir dənə böyle bir xət çəksək tutaq ki, sənin ikinci rəqəmin alınır. Deməli, sənin ikinci rəqəmin AB üstü xəttir. Düzdür, 1'i sildin buradan, qaldı AB üstü xət. Bu sənə 474 verir. İndi mən bunları alt-alta yazıram. Bir də açmıram uşaqlar. AB 1 üstü xət, üstəgəl AB üstü xət bərabərdir 474. İndi 1'in üstünə necə gəlsən sənə 4 verər? 3. Düzdür, yəni B'miz 3'dür. Düzdür, B'nin yerinə nə qoyuram? 3 qoyuram. Burada 3'dürsə, bu 3 bura gəlir. 3'ün üstünə necə gəlsən sənə 7 verir? 4. Deməli, A'mız 4'dür. Həqiqətən də mən 4'ü bura qoysam, 4 aşağı düşsə, 474 eləyir bizim cəmimiz. Yəni, A'mız da oldu 4. İndi, mənə deyir ki, bu ədədlərin fərqini tapın. A ilə B-nin yox, ha. Bizim tapdığımız ədədlər hansı idi? AB1 və AB. Düzdür? Deməli, mən birinci ədədim AB1 üstü xət. İndi yerinə qoysaq, edir 431. İkinci ədədim isə AB üstü xət, yəni 43. İndi bunların fərqi 431 çıx 43, 11'dən 3 8, 12'dən 4 8, düzdürmü? 3 də qaldı burada. Cavabımız oldu 388, yəni D bəndi. İndi 6-cı suala baxırıq. 6-cı sualda bununla eynidir uşaqlar. Deyir ki, yenə 2 dənə natural ədədin cəmi 465'dir. Onlardan birinin axırıncı rəqəmi 3'dür. Əgər bu rəqəm silinərsə, səndə ikinci ədəd alınır.
Düzdürmü? Yenə də birinin axırıncı rəqəmi 3-dürsə, mən bunu belə yazıram. AB 3 üstündə xətt. Düzdürmü? Əgər sən bunu silsən, sənin ikinci ədədin çıxır ortaya. Yəni sənin ikinci ədədin AB-miş. Düzdürmü? Yazdıq bura AB. Bunları cəmlədik. Bizə nə verir bu? 465. İndi bunları toplasaq. 3-ün üstünə 2 gəlsək, bizə 5 verir. Düzdür? Deməli, B-miz nədir burada? B-miz burada 5, 2-dir daha doğrusu. B-miz 2 oldu. Gətirib 2-nin yerinə qoyuram burada. 2-nin üstünə neçə gəlsən 6 eləyir. 4. Deməli, A-mız 4-dür. Həqiqətən də 4-ü burada qoysaq, düşəcək bura. Deməli, sənin birinci ədədin 423-dür. İkinci ədədin isə 42-dir. İndi sənə deyir ki, bunların fərqini tap. 423 çıxılsın 41. Bu da verir 382. Daha doğrusu 42 yazmalıyım bura. 381. Yəni D variantı. İndi 7-ci suala baxaq. 7-ci sualda deyir ki, mənə ardıcıl 100 natural ədəddən ən kiçik və ən böyüyünün cəmi 559-a bərabər olarsa, bu ədədlərin ən kiçiyini tapın. Uşaqlar, ardıcıl natural ədədlər. Ardıcıl natural ədədlər necə yazılır? N plus 1, N plus 2. Bax, bu 3 ardıcıl natural ədəddir. Düzdür? 3 ardıcıl natural ədəddə haraya qədər gəldi? N 2-yə qədər gəldi. Düzdür? Sənə desək ki, 4 ardıcıl. N plus 1, N plus 2, N plus 3 haraya qədər gəldi? Bax, 3-ə qədər gəldi. Neçədən ədəydi bu? 4 ardıcıldır. İndi sənə desək ki, burada 100 dənə 100 ardıcıl natural desə, onda N plus 1, N plus 2, üstə gəl və sair, buradan N plus 99. Yəni bunun ən böyüyü artıq budur. Ən böyük budur. Ən kiçik də N'dir. İndi məndən nə istəyir? Deyir ki, bunların ən böyüyü ilə ən kiçiyinin cəmi 559-dur. Yəni N üstə gəl, N plus 99 bərabərdir 559-a. 99-u atdım digər tərəfə. N o da N. Elir 2N. Bərabərdir 559-dan çıxdım 99-u. 2N bərabərdir 460-a. N də bərabərdir 230-a. Məndən bunların ən kiçiyini istəyirdi. Düzdür? Ən kiçik elə məndə N-in özüdür. Onda buradan elə mənim ən kiçik ədədim 230-dur. Cavabımız oldu C variantı. İndi mənə deyir ki, ən böyük 4 rəqəmli natural ədədlə ən böyük 2 rəqəmli natural ədədin fərqi ən böyük 1 rəqəmli natural ədəddən neçə dəfə böyükdür? Birinci, bunları qeyd edirik. Ən böyük 4 rəqəmli natural ədəd. Uşaqlar, ən böyük 4 rəqəmli bizdə 4 dənə 9-dur. Baxın, 4 dənə 9-u yan-yana düzdür. Bu bizdə ən böyük 4 rəqəmli. Düzdürmü? Ən böyük 2 rəqəmli desə, baxın, ən böyük 2 rəqəmli desə, nə olacaq? 99. Sonra nə deyir? Deyir, bunların fərqi. Fərq nə deməkdir? Fərq çıxma deməkdir, düzdür? 9999-dan çıxıram 99-u. O da bizə verir 9900, düzdür? Deyir ki, bu ədəd, yəni bu fərq ən böyük bir rəqəmlidən. Ən böyük bir rəqəmlidəki bizdə 1-dir. Deməli, ən böyük bir rəqəmli. Ən böyük bir rəqəmli ədədimiz də bizdə 9-dur. Deyir ki, bu cavab, yəni bu 9900, baxın uşaqlar, bu 9900 bundan nə qədər böyükdür? Nə edəcəksiniz? 9900-ü böləcəksiniz 9-a, o da bizə verir 1100. Yəni 1100 dəfə böyükdür. Cavabımız oldu B variantı. Sonra baxırıq 9-cu suala. 9-cu sualda onunla eynidir. Deyir ki, yenə bu səfər ən böyük 5 rəqəmlidir. Düzdür? Ən böyük 5 rəqəmli. Uşaqlar, ən böyük 5 rəqəmli ədəd burada olacaq 9, 9, 9, 9, 9. 5 dənə 9-u var. Düzdürmü? Sonra ən böyük 2 rəqəmli ədəd. Ən böyük 2 rəqəmli. Ən böyük 2 rəqəmli nə olacaq? 99. Düzdür? Ən böyük 2 rəqəmli natural ədədin fərqi. Bunları çıxırıq. Düzdürmü? Bunları çıxdıq. 5 dənə 9, yəni 99999-dan 99-u çıxdıq. Bu da bizə verir 99900. Deyir ki, bu fərq ən böyük bir rəqəmli natural ədəddən. Uşaqlar, ən böyük
En büyük bir rəqəmli natural ədəd bir rəqəmli 9'dur. Bu ifadənin, baxın bundan neçə dəfə böyük olduğunu tapan zaman bölürsüz. Aydındır? Yəni 99.900'ü bölürsüz 9'a. Baxın burada qalır 11.100. Yəni cavabımız oldu A variantı. 10-cu suala baxırıq. Deyir ki, cəmi 2500 olan iki natural ədəddən birinin sonuna 7 rəqəmini əlavə edib, digərinin sonundan 6 rəqəmini sildikdə həmin ədədlər bərabər olur. Həmin natural ədədlərin kiçiyinin rəqəmləri cəmini tapın. İndi uşaqlar bura baxın. 2 dənə natural ədəddir. Onların cəmi bizə nə verir? 2500 verir. Düzdür? Deyir ki, onlardan birinin sonuna 7 rəqəmini əlavə edib, digərinin sonundan 6 rəqəmini sildikdə bu ədədlər bərabər olur. Düzdürmü? Digərinin sonundan 6 rəqəmini sildikdə. Deməli, burada nə var uşaqlar? Bizim birinci ədədimiz bu şəkildədir. Burada konkret birinci, biz bu axırıncı rəqəmləri təxmin eləyə bilirik, amma ilk ikiləri təxmin eləyə bilmirik. Düzdür? Birinin sonuna 7'ni əlavə edibsən, digərinin sonundan da 6'nı silibsən. Deməli, burada AB 7, 6 bizim birinci ədədimiz olacaq. Digər ədədimizdəki AB olacaq. Ay müəllim, niyə belə? Bax indi, sən tutaq ki, bu rəqəmin, bu ədədin, daha doğrusu bu ikincinin sonuna 7'ni əlavə etdin. Düzdür? Bunun sonundan, bu birincinin sonundan 6'nı sildin. Sənin ədədlərin bərabər oldu mu? Oldu. Başa düşdükmü bunu? Yəni, birincinin sonuna, bax, birinin sonuna 7 əlavə etdin, digərinin sonundan 6'nı sildinsə, düzdürmü? Bu ədədlər bərabər olur. Həqiqətən də göstərdi ki, biz bunun sonuna 7 yazsaq, bunun sonundan da 6'nı silsək, bu zaman bərabər olur. Deməli, mənim bir ədədim 4 rəqəmlidir, bir ədədim də 2 rəqəmli ədəddir. Bunların cəmi mənə nə verir? Bunların cəmi mənə 2500 verir. Aydındır. İndi mən 6 ilə nəyi toplasam mənə, tutaq ki, sonu 0 ilə bitən bir ədəd verir. Təbii ki, 4 gəlsəm, düzdürmü? Bura deməli 4 yazsam, 6 da 4, 10, 0 yazdıq, 1 yadda. İndi bu 1'i gəldim, bunun üstünə bu oldu 8. 8'in üstünə neçə gəlsəm mənə 10 verir. Çünki burada 0 var axı. Deməli, burada 2 yazsam. Düzdür? 0 yazdıq, yenə 1 yadda. Bax, bu 1 gəldi. Burada B'miz nə idi? 4. Düzdür? Bu 1 də bunun üstünə gəldi. Yadda da 1 var idi axı. Oldu 5. 5 düşdü aşağı. Düzdür? A'mız neçə idi? 2. Həqiqətən də 2 gəldi düşdü aşağı. Deməli, düz tapmışıq. Onda mənim birinci ədədim, baxın, birinci ədədim 2476'dır. AB 7, 6 üstü xəttə görə. İkinci ədədim isə 24'dür. Mənə həmin natural ədədin kiçiyinin rəqəmləri cəmini deyir. Baxın, kiçik olan budur, 24'dür. Bunların rəqəmləri cəmi nə verəcək bizə? 2 üstəgəl 4'dən 6, yəni A variantı. İndi baxıram ki, 11-ci suala. 11-ci sualda deyir ki, A, B və C natural ədədləri üçün AB bərabərdir 23'dür. AB nə deməkdir uşaqlar? Yəni A vur B. 23 necə ədəddir? 23 sadə ədəddir. Sadə ədəd nədir? Özünə və 1'ə bölünən ədəd. Yəni mən buradan 23'ü almaq istəyirəmsə, bu 23 nədir? 23 vur 1 şəklində bir ifadədir. Digər tərəfdən BC-yə baxıram. Yəni B vur C bərabərdir 11. 11 necə ədəddir? 11 də sadə ədəddir. Düzdür? Yəni B vur C bərabərdir 11 vur 1. Mən nəyə fikir verirəm? Baxıram ki, burada da B var, burada da B var. Bunun içində 1 var, bunun da içində 1 var. Düzdür? Onda burada B'nin qiymətinin konkret 1 olduğunu alıram. Aydındırmı? Digər tərəfdən A'nın qiyməti nəyə bərabər olacaq? Onda 23'ə. C'nin qiyməti nəyə bərabər olacaq? 11'ə. Onda mən buradan A plus B plus C cəmini tapsam, 11 plus 23 plus 1. O da bizə verir 35. İndi keçirik 12-ci suala. 12-ci sualda bununla eynidir uşaqlar. Yenə də deyir ki, A, B, C natural ədədlərdir. Düzdürmü? A, B bərabərdir 19. Uşaqlar, 19 necə ədəddir? Sadə ədəddir. Düzdür? Sadə ədəd nədir? Yalnızca özünə və 1'ə bölünən ədədlər. Düzdürmü? Yəni 19 vur 1'ə bərabərdir.
Sonra baxıram ki, B, C, yəni B vur C bərabərdir 7-dir. Düzdür? 7 də sadə ədəddir. Onda mən buradan B vur C bərabərdir 7 vur 1 alıram. Baxıram ki, bunun da içində B var, bunun da içində B var, bunun da içində 1 var, bunun da içində 1 var. Onda mən buradan avtomatik deyə bilirəm ki, B məndə 1-ə bərabərdir. Sonra A-ya uyğundur burada 19, A 19-a bərabərdir. Ondan sonra C də bərabərdir 7. Vəssalam. İndi mən buradan A plus B plus C cəminə baxıram. 1 plus 19 plus 7. O da bizə deməli nə verir? 27. Deməli bu misalın cavabı da oldu 27. 13-cü suala baxırıq uşaqlar. 13-cü sualda deyir ki, 7y bərabərdir 8z-dir. X də bərabərdir 2z olarsa, mənə deyir ki, x plus y plus z bərabərdir sualdır. İndi mənə bu cəmin ən kiçik qiymətini istəyir. Düzdür, ən kiçik qiyməti məndən istəyir. İndi baxıram ki, burada 7y 8z-də bərabərdir. Bunlar o zaman bir-birinə bərabər olar ki, 7 gəlsin z-in yerinə, 8 gəlsin y-in yerinə. Yəni y bərabərdir 8k. Düzdür, z bərabərdir 7k. İndi gəlirəm bura. Buradan baxıram ki, bu 1x bərabərdir 2z-dir. 1 gəlir z-in yerinə, z-im olur 1k. 2 gəlir x-in yerinə, x olur 2k. İndi uşaqlar, baxıram ki, bu z buradakı z-lə eynidir axı. Düzdür, yəni eyni z-dir. Baxıram, burada 7k-dır, burada 1k-dır. Onda mən bunu 7k-ya gətirmək üçün 7-yə vurdum. Axı bu z bu x-lə bağlıdır. Düzdür, yəni bu x-ə bağlıdır. Əgər mən bunu 7-yə vurdumsa, yəni 1k-nı 7-yə vurdumsa, 2k-nı da, yəni x-in qiymətini də 7-yə vurmalıyam ki, məndə cavab dəyişməsin. Çünki bir tərəfini vurub, bir tərəfini vurmasa, orada yəni işlər biraz dəyişəcək. Ona görə də hər ikisini vurmalıyıq. Onda mən alıram ki, x bərabərdir 2k vur 7-dən 14k, y bərabərdir 8k, z də bərabərdir 7k ilə. Düzdürmü uşaqlar? İndi mənə bunların ən kiçik qiymətini istəyir. Uşaqlar, ən kiçik qiymət deyirsə, baxın uşaqlar, ən kiçik qiymət sözü varsa, burada k bərabərdir 1 olur. K bərabərdir 1 olsa, bu ən kiçik qiyməti alır. Onda mən x bərabərdir 14 vur k yazıram, yəni 14 vur 1 bərabərdir 14. Yəni uşaqlar, sizdə belə misallarda ən kiçik qiymət deyirsə, k-nın yerinə mümkün qədər ən kiçik natural ədədi qoymalısınız. Ən kiçik natural ədədi 1-dir. Y bərabərdir 8 vur k, yəni 8 vur 1, elədir 8. Z bərabərdir 7 vur k, yəni 7 vur 1 bərabərdir 7. Bunların cəminə baxaq. X plus y plus z, 14 plus 8 plus 7, o da bizə verir 29. İndi bu oldu bizdə 13-cü misal. İndi 14-cü misala baxırıq. 14-cü misalda bizə belə bir şey deyir. Deyir ki, 4y bərabərdir 7z-də. X bərabərdir 3z-də. Mənə deyir ki, x plus y plus z bərabərdir sual. Yəni, yenə də bunun ən kiçik qiymətini istəyir 14-cü sualda. Yenə də baxıram ki, 4 ilə y bir-biri ilə qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlər, bunlar nə zaman bir-birinə bərabər olur? 4 gedir z-in yerinə, olur z bərabərdir 4k, 7 gedir y-in yerinə, y bərabər olur 7k-ya. Və bu 1x bərabərdir 3z-dir. Düzdür, 1 gedir z-in yerinə, olur z bərabərdir 1k, 3 gəlir x-in yerinə, x bərabər olur 3k. Aydındır. İndi mən baxıram ki, bu z, burada da z-dir. Yəni, eyni z-dir. Sadəcə olaraq burada 4k-dır, bu tərəfdə 1k-dır. Onda mən nə etməliyəm? Böyüyünə gətirməliyəm. Ən böyüyü 4k deyil. Bu 1k-nı 4k-ya gətirmək üçün 4-ə vurdum. Dedik ki, bu buna bağlıdır. Yəni, bunu artıran zaman x-i də artırmalısan. Əgər bu tərəfdəkini artırsan, bu zaman y-i artırmalısan. Düzdürmü? Onda sən 1k-nı 4-ə vurdunsa, onda x-in qiymətini də 4-ə vurmalısan. Onda biz buradan alırıq ki, z bərabərdir 4k, x bərabərdir 12k. Deməli, bunları aldıq. İndi məndən x plus y plus z istəyir. X-imiz 12k-dır, y-imiz
7K'dır. Z'imiz 4K'dır. Bunları topladıq. Bu bizə verdi 23K. İndi cəmin yenə də ən kiçik qiymətini istəyir. Ən kiçik istəyirsə K bərabərdir 1 olar. Yerinə qoyursan 23 vurulsun 1-dən cavabımız olur 23. İndi isə keçirik 15-ci suala. Uşaqlar 15-ci sualda bizə deyir ki, A və B natural ədədlər üçün, yəni A da, B də natural ədədlərə daxildir. Düzdür? Sonra bizə deyir ki, 4A plus 5B bərabərdir 90 olarsa, mənə 5A plus 4B-nin ala biləcəyi ən böyük qiyməti istəyir. Düzdür uşaqlar? İndi mən baxıram ki, buradan bu ifadənin, baxın uşaqlar, bu ifadənin ən böyük qiymət alması üçün hansı, belə deyək, dəyişənin əmsalı ən böyükdür? Burada A-nın əmsalı ən böyükdür. Düzdür? A-nın əmsalı ən böyükdürsə, onda mən mümkün qədər A-mı ən böyük götürməliyəm. Düzdürmü? A-nı ən böyük tapmalıyam ki, məndə 5A plus 4B ifadəsinin qiyməti də ən böyük olsun. Yəni, nə olmalıdır burada? A ən böyük qiymət olmalıdır ki, bax sözdən yazırıq, olmalıdır ki, cavab da ən böyük olsun. İndi yazıram bunu buradan. 4A plus 5B bərabərdir 90-a. İndi mən tutaq ki, A-ya ən böyük deyirəmsə, onda B-ni ən kiçik götürməliyəm. Tutaq ki, mən B-yə 1 desəm. Alaram ki, 4A üstəgəl 5 vur 1 bərabərdir 90-a. 4A bərabərdir 90 minus 5 yazıram. 4A bərabərdir 85-dən. Baxıram ki, bu 85 4-ə bölünmür. Və mənə şərtdə A ilə B-nin natural ədəd olduğunu deyir. 85 4-ə uşaqlar qalıqlı bölünəcək, yəni kəsr ədəd alınacaq. Ona görə bunu götürə bilmirik. Onda B bərabərdir 1 olmaz. Onda nə deyirik? B-yə 2 deyirik. B-yə 2 desək, 4A plus 5 vur 2 bərabərdir 90-a. Düzdür? 4A plus 10 bərabərdir 90 deyirəm. 4A bərabərdir 80-dirsə, A da bərabərdir 20 olacaq. Düzdürmü? A-nı 20 tapdım. Yaxşı, başqa bir qiymət deyə bilərəmmi? Deyə bilərik. Sadəcə olaraq B-nin qiyməti nə qədər böyüyürsə, A-nın qiyməti o qədər kiçilir. Mənə nə lazımdır? B-nin kiçik qiyməti, A-nın isə ən böyük qiyməti lazımdır. Deməli, mən B-yə 2 dediyim zaman A-nın qiymətinin 20 olduğunu buradan aldım. İndi gətirib 5A plus 4B-də yerinə qoysaq, 5 dəfə 20, üstəgəl 4 dəfə 2, o da eləyir 100 plus 8-dən 108. Vəssalam. Cavabımız oldu 108. İndi 16-ya baxırıq. 16-cı sualda da mənə deyir ki, 6A plus 7B bərabərdir 103 olarsa, 7A plus 6B bərabərdir sual. Yəni, bu ifadənin ala biləcəyi yenə də ən böyük qiyməti istəyirlər uşaqlar. Baxın, əgər məndən bu ifadənin ən böyük qiymətini istəyirlərsə, deməli, məndə ən böyük əmsal burada A-ya aid olduğuna görə A ən böyük qiymət almalıdır ki, mümkün qədər ən böyük qiyməti almalıdır ki, mənim ifadəmin cavabı da ən böyük olsun. Əks təqdirdə bu ən böyük qiymət ala bilməz. İndi mən baxıram ki, bu 6A plus 7B bərabərdir 103. Düzdürmü? İndi mənə A-nın ən böyük qiymətini tapmaq lazımdır. Ona görə də B-yə ən kiçik qiymət verməklə başlayıram. B-yə 1 deyirəm. Olur 6A plus 7 vur 1 bərabərdir 103-ə. 6A bərabərdir 103 çıx 7. 6A bərabərdir, deməli 13-dən 7, 6, 96. Düzdür? A-nı necə tapdıq? 16. Razısınızmı uşaqlar? Deməli, burada A-ya, daha doğrusu B-yə biz 1 dedik. A-mızın qiyməti nə oldu? 16 oldu. Artıq mən B-yə 2 dediyim zaman mənim ədədim kiçiləcək. Yəni, konkret buradan qiymət aldımsa, gətirib 7A plus 6B-də yerinə qoyuram. Deməli, A-nın yerinə 16 qoyuram. 7 dəfə 16. Üstəgəl 6B deyil, yəni 6 vur 1. 7 dəfə 16 bizə verir 112. Üstəgəl 6. Cavabımız da oldu 118. Yəni 16-cı sualda da cavabımız 118 oldu. Ümid edirəm, uşaqlar başa düşmüşük. İndi davam edək 17-ci sualla. 17-ci sualda bizə deyir ki, uşaqlar,
Uyğunluğu müəyyən edin. Deməli, buradan birinci sualın yazırıq. AB üstü xət çıx BA üstü xət bərabərdir 3A minus 2B. İndi AB üstü xətti açıram. 10A plus B. BA üstü xətti açıram. 10B, baxın bunu mötərizədə yazıram. Plus A bərabərdir 3A minus 2B-yə. Yazdım bunu. 10A plus B çıx 10B minus A bərabərdir 3A minus 2B. 10A'dan A çıxdım. 9A. B'dən 10B çıxdım. 9B bərabərdir 3A minus 2B. Düzdür? 3A'nı keçirdim. Digər tərəfə 9B'ni attım. Digər tərəfə 9A minus 3A bərabərdir 9B minus 2B. Aldım ki 6A bərabərdir 7B. Uşaqlar baxın. 6 ilə 7 bir-biri ilə qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlər olduğuna görə 6 gedir B-yə, 7 gəlir A-ya. A olur 7, B olur 6. İndi mən bunların cəminə baxsam, A plus B 7 plus 6-dan 13 olacaq. Sonra A minus B-dəki 7 minus 6-dan 1 olacaq. Baxıram, bura 2 dənə variant uyğundur. Cəmin 13 olması E variantına uyğundur. Fərqin 1 olması da C variantına uyğundur. Onda 1-ə getdi Y ilə C. İkinciyə baxırıq. AB üstü xət bərabərdir 7A plus 6B. Yenə də açıram. AB üstü xət nədir? 10A plus B bərabərdir 7A plus 6B. Düzdürmü? A'lar bir tərəfə, B'lər bir tərəfə. 10A çıx 7A bərabərdir 6B çıx B. Düzdür? 3A bərabərdir 5B'yə. 3 ilə 5 bir-biri ilə qarşılıqlı sadə ədədlərdir. 3 gələcək B-yə, 5 gedəcək A-ya. A bərabərdir 5 deyirəm, B də bərabərdir 3 deyirəm. İndi mən bunları toplasam, A plus B 5 plus 3-dən 8 olur. A minus B 5 minus 3-dən 2 olur. İndi baxıram ki, cəmin 8 olması variantı yoxdur, amma fərqin 2 olması variantı A variantına uyğundur. İndi baxırıq üçüncüsünə. AB 5 üstü xət çıxılsın AB üstü xət bərabərdir 266-ya. Bunu açsam 100A plus 10B plus 5. AB üstü xətti açsam AB üstü xət bizə nə verəcək? 10A plus B bərabərdir 266. Düzdür? Mən mötərizəni açsam əgər 100A plus 10B. Çıx 10A, çıx B olacaq. Bu 5-i də atacam axı digər tərəfə. Bərabərdir 266 çıx 5 alacam. 100A'dan 10A çıxsam 90A. 10B'dən B çıxsam 9B. 266-dan da 5 çıxsam 261 alıram. Tərəf-tərəfə 9-u çıxarsam mötərizə xaricinə. Buradan 10A plus B bərabərdir 261 alıram. Onda 10A plus B də bərabərdir. Tərəf-tərəfə bu ifadəni 9-a böldüyüm üçün məndə bu verir 19. Bir dəqiqə. Daha doğrusu 29. Düzdürmü? Onda mən buradan 10A plus B AB üstü xət olduğunu bildiyim üçün buradan bərabər edirəm 29-a. AB üstü xət 29-sa deməli məndə A 2-dir, B də 9-dur. Onda bunların fərqi də B minus A'dan 9 minus 2 bərabərdir 7 olur. Cəmi də ki A plus B-dən 2 plus 9 bizə 11 verir. Baxıram, burada uyğun olan bir dənə variant var, o da D variantıdır. İndi keçək ətraflılara. Ətraflılardakı suallara baxaq uşaqlar. 18-ci sualda deyir ki bizə 2 rəqəmli ədədin əvvəlinə və sonuna bir rəqəmi yazılarsa, alınan 4 rəqəmli ədəd verilən ədəddən 21 dəfə böyük olar. Birinci bunu danışaq ki, uşaqlar, biz 2 rəqəmli ədədin nə olduğunu bilmirik. Yəni, hansı 2 rəqəmli ədəd olduğunu bilmirik. Düzdür? 2 rəqəmli ədədi bilmədiyimizə görə buna AB üstü xətt deyirik. Deyir ki, bu AB üstü xəttin əvvəlinə də, sonuna da 1 əlavə etsən, alınan 4 rəqəmli ədədin verilən ədəddən 21 dəfə böyük olacaq. Uşaqlar, bir ədəd digərindən 21 dəfə böyükdürsə, yəni sən bunları bərabərləşdirmək üçün kiçiyini 21-ə vurmalısan ki, bunlar bərabərləşsin. Aydındırmı? Məsələn, 4, məsələn, 2-dən neçə dəfə böyükdür? 2-dən 2 dəfə böyükdür. Düzdür? 2 dəfə böyükdür. Neynirsən?
4 bərabərdir. Əgər 4 ilə 2-ni bərabərləşdirmək istəyirsənsə, bu 2-ni 2-yə vurmalısan. Məsələn, 6 3-dən 2 dəfə nə oldu? Böyük oldu, düzdür? Əgər sən 6 ilə 3-ü bərabərləşdirmək istəyirsənsə, bu 3-ü 2-yə vurmalısan. Yəni, biri digərindən neçə dəfə böyükdürsə, o kiçik ədədi onun neçə dəfə böyük olursa olsun, ona vurmalısan. İndi sən 4 rəqəmli ədədin bu 2 rəqəmli ədəddən əgər 21 dəfə böyükdürsə, deməli sən 4 rəqəmli ədədlə 2 rəqəmli ədədi bərabərləşdirən zaman bu kiçik olanı, yəni bu 2 rəqəmli ədədi 21-ə vurmalısan. Ümid edirəm ki, fikrimi çatdıra bilmişəm uşaqlar. Bunu ayırsaq əgər, bu təklik, bu onluq, bu yüzlük, bu da minlik, düzdür? İndi 1-i vuracam minə, 1 vur min. Üstə gəl, 100-ü vuracam aya. Üstə gəl, onu vuracam B-yə. Üstə gəl, 1-i də vuracam 1-ə. Bərabərdir. 21 vurulsun. AB üstü xəttimizdə 10A plus B-dir. İndi 1000, bu da 1. Elir 1001. Üstə gəl, 100A. Üstə gəl, 10B. Bərabərdir. 21 vur 10A. Elir 210A. Düzdür? Üstə gəl, 21-i vurduq B-yə. Neçə elədi? 21B. İndi A-ları və B-ləri bir tərəfə çıxarıram. Düzdür? Alıram buradan. 1001 bərabərdir. 210A-dan çıxdım 100A-na. Üstə gəl. 21B-dən çıxdım 10B-ni. Buradan nə aldım? 1001 bərabərdir. 210-dan 100 çıxanda bizə verir. Deməli 110A. Üstə gəl. 21-dən 10 çıxanda elir 11B. Baxın, bu ifadədən hər tərəfdən 11-i çıxarsam mötərizə xəricdən alaram 10A plus B. Düzdürmü? Bərabərdir 1001-ə. Mən bu ifadəni tərəf-tərəfə 11-ə bölsəm əgər, alıram ki, buradan 91 alınır. 91 bərabərdir 10A plus B-yə. Bu 10A plus B elə bizdə AB üstü xəttin açılışıdır. Düzdürmü? Deməli, mənim 2 rəqəmli ədədim elə nə imiş? Axtarılan 2 rəqəmli ədədim elə 91 imiş. Deməli, cavabımız 91 oldu. 19-cu sualda onunla eynidir uşaqlar. Deyir ki, 2 rəqəmli ədədin əvvəlinə və sonuna 2 yazılarsa. Bax, bu sənin 2 rəqəmli ədədin. Bu 2 rəqəmli ədəd. Sənə verilən ədəd budur. Deyir ki, bunun əvvəlinə də, sonuna da 2 yazsan, səndə alınan ədəd veriləndən 32 dəfə böyük olacaq. Yəni, bunu bərabərləşdirmək üçün mən bu kiçik olanı gərək 32-yə vurum ki, bunlar bərabərləşsin. Aydındır uşaqlar. İndi bunu açsam, təklik, onluq, yüzlük, minlik. Nə olacaq burada? 2-ni vuracam minə. Üstə gəl. A-nı 100-ü vuracam A-ya ya da A vur 100 yazıram. Elə fərqi yoxdur. A-nı vurdum 100-ə. Sonra B-ni vurdum 10-a. Üstə gəl. 2-ni vurdum 1-ə. Düzdür? Bərabərdir. 32 vurulsun. AB üstü xət nəyə bərabərdir? 10A plus B-yə. Düzdürmü? Yəni, alınan ədəd verilən ədəddən 32 dəfə böyük olduğuna görə alınan ədədi verilən ədədə bərabərləşdirmək üçün kiçiyi 32-yə vurduq. Yəni, veriləni 32-yə vurduq. Burada 2000, burada da 2. Neçə elədi? 2002. Üstə gəl 100A. Üstə gəl 10B. Bərabərdir. 32-ni 10-aya vururam. Elir 320A. Üstə gəl 32-ni B-yə vururam. Elir 32B. Düzdürmü? İndi A-ları, B-ləri bir tərəfə çıxartdım. Aldım buradan. 2002 bərabərdir. 320A-dan çıxdım 100A-na. Üstə gəl. 32B-dən çıxdım 10B-ni. Düzdürmü? Aldım ki, buradan 2002 bərabərdir. 320-dən 100 çıxanda bizə verir 220A. Üstə gəl. 32-dən 10 çıxanda verir 22B. Düzdür? Mən bunların hər ikisindən 22-ni ortaq vuruq olaraq çıxara bilərəm. Niyə? Çünki bu 220, 22 vur 10 deməkdir. Düzdürmü? Yazıram ki, 2002 bərabərdir. Buradan 22-ni çıxarsam, buradan qalır 10A plus B. Düzdür? Buradan 10A plus B qaldı. İndi mən digər tərəfdən buradan hər birini 22-yə bölsəm əgər, alıram ki, 91 bərabərdir 10A plus B. Bu 10A plus B də ki, bizə AB üstü xəttin açılışını verir. AB üstü xəttdə 91-dir. Yəni, bizdən axtarılan 2 rəqəmli ədəd 91-in özüymüş. İndi isə baxırıq sizinlə 20-ci suala uşaqlar.
20-ci sualda deyir ki, bu Akifin 50 manat pulu var. Düzdürmü? Bu Akifin nə qədər pulu var? 50 manat pulu var. Deyir ki, biri 3 manatdan ən çoxu neçə kitab ala bilir ki, onun qalan pulu 7 manatdan az olmasın. İndi bu Akifə evdən çıxanda tutaq ki, 50 manat pul veriblər. Deyiblər ki, mən tutaq ki, kitab almağa gedirəm. Düzdürmü? Buna evdən deyirlər ki, bax sən bu pulun nə edirsən elə, nə qədər istəyirsən xərclə, amma sabaha sənin bu kənarda bu 7 manatın qalsın. Düzdür? Akif də deyir ki, yaxşı, onda mən 50 manatım var. Sabaha da məndə 7 manat olmalıdır. Yəni məndə qalan pul 7 manatdan az olmamalıdır. Yoxsa, yəni söz-söhbət olacaq. Ona görə də bu götürür 50-dən 7-ni çıxır. Düzdürmü? Bu 7 manatını qoyur kənara. Neçə manatı qaldı? 43 manat pulu qaldı. Deyir ki, bu 43 manatla indi istədiyim qədər biri 3 manatdan kitab ala bilərəm. Deməli, bizim bir kitabımız nə qədərdir? Bizim bir kitabımız 3 manatdır. Düzdür? Onun da nə qədər pulu var? 43 manat var. Düzdür? Əslində 50 manatdır. Sadəcə onun qalan pulu 7 manatdan az olmasın deyə özün qarantiyaya alıb 7 manatı qoyur kənara. Ona görə də burada mən nə edirəm? Biri 3 manatdan kitab almaq istəyirəmsə, 43-ü bölürəm 3-ə. Bu da bizə verir 14, qalıqda da 1. Yəni bu 14 dənə kitab ala bilər. Yəni ən çox 14 dənə kitab ala bilər və burada 7 manatdan az olmayaraq pulu qalacaq. Yəni cavabımız 14. 21-ə baxırıq. 21-də də bu səfər Arifdir. Deməli bu Arifin nə qədər pulu var? 40 manat pulu var. Düzdür? Arifin 40 manat pulu var. Deyir ki, bu biri 2 manatdan ən çoxu neçə kitab ala bilər ki, onun qalan pulu 5 manatdan az olmasın. Yəni buna da tapşırıblar ki, nə qədər xərcləyirsən xərclə, amma 5 manatını saxlamalısan. Düzdür? Arif də götürür. 40-dan 5-ini çıxır. Qalır 35 manat. Düzdürmü? 35 manatı qalır. Deyir ki, indi bu 35 manatla istədiyim qədər 2 manatdan kitab ala bilərəm. Düzdür? Sonra bu hesablayır ki, biri 2 manatdan nə qədər kitab ala bilər. Götürür 35-i bölür 2-yə. 17 dəfə eləyir. Uşaqlar 17 dəfə 2 34 eləyir. İstəyirsiniz bölə bilərsiniz kənarda. Qalıqda da 1 qalır. Yəni bu ən çox 17 dənə kitab ala bilər. 17 kitab ala bilər və bunun pulu 5 manatdan az olmayaraq kənarda qalacaq. Yəni ən çox 17 kitab. Cavabımız oldu bu. Bu qədər uşaqlar. Ümid edirəm ki, izahlar tam aydındır. Növbəti izahlarda görüşərik.